Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının həlli yolunda Bakının mövqeyi birmənalı şəkildə bəllidir. Bu istiqamətdə aparılan danışıqların hər mərhələsində sülh sazişinin hansı şərtlər əsasında mümkünlüyü müzakirə olunur. Görünür, İrəvan qoyulan şərtlərə əməl etməkdə çətinlik çəkir. Çünki sülh prosesi artıq 3 ildir yekunlaşmaq bilmir. 3 ildir davam edən Azərbaycan-Ermənistan danışıqları sülh sazişi ilə yekunlaşmır. Bu müddətdə ölkələr arasındakı müzakirələrdə müsbət məqamlara, məsələn, ötən ilin dekabrında tarixdə ilk dəfə birgə bəyanatın verilməsinə baxmayaraq, tərəfləri sülhdən uzaqlaşdıran nüanslar var. Onlardan biri də sərhədlərin delimitasiya və demarkasiyası. Daha dəqiq desək, sərhədlərin hansı dövrün xəritələri əsasında müəyyən edilməsidir. Artıq diskusiya nəticəsində Sovet dövrünə aid hansısa xəritələr, bu və digər illərin xəritələri əsas götürülə bilər. O vaxtları olan Ararat Respublikası və indiki Ermənistan o Ararat Respublikasının varisi elan eləməyib. Onlar deməli Sovet vaxtında olan və daha doğrusu belə deyək, bizim Qarabağı özünə birləşdirən şəkildə öz müstəqilliyini bəyan ediblər. Ekspertlərin fikrincə 1991-ci il sərhədləri Bolşevik qərargahında formalaşıb. Ermənistan həmin xəritələrə əsas gətirsə də, o dövrdə İrəvanın Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edərək işğalçılıq siyasəti yürütməsi tarixi faktdır. Sovet İttifaqından öncə də hər iki ölkənin sərhədləri və ərazisi fərqli rəqəmlərdən ibarət idi. Analitiklərin qənaətincə həm sülh sazişi, həm də sərhədlərin müəyyən olunması Azərbaycanın şərtləri əsasında həllini tapmalıdır. Çünki bu şərtlər beynəlxalq hüququn norma və prinsiplərinə daha uyğundur. Bizim Ermənistanla müqavilə saziş imzalama formatı artıq müəyyən olunub və bu format bir çox hallarda düşünürəm ki, bizim təkliflərimiz əsasında olmalıdır. Çünki bizim təkliflərimiz, tələblərimiz, şərtlərimiz normadan uzaq deyil. Biz sadəcə olaraq hesab edirik ki, bizim ərazi bütövlüyümüz tanınsın, onların əsas qanundan Azərbaycana o ərazi iddialar çıxarılsın. Siyasi müşahidəçilər hesab edir ki, sülh sazişinin əsasında dayanan sərhədlərin delimitasiyası mövzusu olduqca uzun prosesdir. Ona görə ki, 70 ildən çox ittifaq dövlətində olan Azərbaycanla Ermənistanın sərhədləri şərti xarakter daşıyıb. 30 illik işğal dövrünü də əlavə etdikdə, bu müddət bir əsrə çatır. Bu isə sərhədlərin delimitasiyası ilə bağlı konkret nəticələrin əldə olunmasını daha da qəlizləşdirir.